Bugünkü mövzumuz intiba dövrünün polifonik məktəbləri və bu məktəblər içərisində əhəmiyyətli yer tutan Niderland məktəbi haqqında olacaqdır. İntiba dövrü Avropanın mədəni tarixi həyatında bildiyimiz kimi ən əhəmiyyətli mərhələ təşkil edir. Renesans adı ilə də məlum olan bu dövr Avropa mədəniyyətində təxminən 1400-1500-cü illəri əhatə etmiş və yüksək illər kimi dəyərləndirilmişdir. İntiba sözünün mənası oyanış, dirçəliş deməkdir. Bu dövrdə incəsənətin bütün sahələrində olduğu kimi musiqi sahəsində də antik mədəniyyətə böyük maraq oyanmış və yaradıcı insanlar öz əsərlərində dünyanı hərtərəfli şəkildə, vahid harmoniyada əks etdirmişlər. İntiba dövrünə eyni zamanda humanizm dövrü də deyilir. Humanizm bildiyimiz kimi insanpərvərlik deməkdir. Yəni intiba incəsənəti insanpərvərlik qanunları ilə qidalanır. İntiba incəsənətindən diqqət mərkəzində kilsədən asılı olmayaraq müstəqil düşüncə qabiliyyətinə malik və öz əməlləri ilə kütləni öz arxasınca aparmağa qadir, sadə insan obrazı dayanır. Belə ki, onun əsas mövzusu insanın daxili və zahiri gözəlliyi, mənəvi saflığı və şəxsiyyət azadlığıdır. İntiba qeyd etdiyimiz kimi oyanış, dirçəliş deməkdir və məhz bu dövrdə demək olar ki, həyatın hər bir sahələrində yeniliklər özünü göstərməyə başladı. Belə ki, millətlər yarandı, kilsənin diktatorası, katolik kilsəsinin diktatorası sındırıldı, elm, mədəniyyət, ədəbiyyat inkişaf etməyə başladı, iri şəhərlər, sənaye mərkəzləri yarandı, ticarət inkişaf etməyə başladı. Böyük mütəfəkkirlər bu dövrü bəşəriyyətin keçirdiyi ən böyük çevriliş adlandırmışdılar. Və musiqi sahəsində də bu yeniliklərlə rastlaşırıq. Belə ki, milli mədəniyyətlərin yaranması, musiqi sahəsində islahatların aparılması, polifoniyanın inkişafı, not nəşrinin həyata keçirilməsi, musiqi və poeziyanın vəhdət təşkil etməsi, professional musiqiçilərin yetişməsi, not nəşri məhz bu dövrdə öz inkişafını tapdı. İntiba dövrü bütün Avropa ölkələrində eyni vaxtda meydana çıxmamışdı. 14-cü əsrdə İtaliyada yarandığı üçün İtaliya intibağın beşiği hesab olunur və doğrudan da İtaliya o dövrdə son dərəcə inkişaf etmiş və dünyaya böyük dahi korifeylər bəxş etmişdir ki, bunlardan Dante, Petrarca, Boccaccio, Michelangelo, Leonardo da Vinci, Rafaelin adlarını misal göstərmək olar. İntiba dövrünün ən böyük nailiyyətlərindən biri ciddi üslub polifoniyasının yaranmasıdır. Ciddi üslub ümumiyyətlə polifoniya tarixində ən əhəmiyyətli mərhələ təşkil etmiş, onun inkişafının yüksək zirvələrindən biri olmuşdur. Ciddi üslub polifoniyası akapella, yəni müşahissiz ifa olunan vokal xor polifoniyası sahəsinə aiddir. Niyə görə ciddi üslub adlanırdı? Çünki ciddi qayda qanunlara əsaslanır və onu yazan bəstəkarlardan böyük ustalıq və bacarıq tələb edirdi. Ciddi üslubun məhdudlaşdırıcı qaydaları nədən ibarətdir? İlk öncə ciddi üslub melodiyasında qədim ladlardan, diatonik ladlardan istifadə olunurdu. Konsonanslardan geniş istifadə olunur, lakin dissonanslara müstəqil şəkildə yol verilmir, konsonanslarla asılı vəziyyətdə istifadə olunurdu. Eyni səsin təkrarına, xromatizmə, alterasiyaya, sonra sekvensiyalar hərəkətə yol verilmirdi. İri ölçülərdən istifadə olunur, lakin kiçik ölçülərdən istifadəsi mümkün deyildi və ən çox xanə ölçülərindən 4-2, 2-2, 1-2 və s. ölçülərindən istifadə olunur və eyni istiqamətə sıçrayışlara məhdud şəkildə yol verilirdi. Və beləliklə də ciddi üslub polifoniyası musiqi mədəniyyəti tarixində böyük rol oynamaqla yanaşı, eyni zamanda adı musiqi mədəniyyəti tarixinə böyük hərflərlə imza atan bəstəkarlar nəslinin yaranmasına da gətirib çıxartdı. Nəyə görə məhz intiba dövründə polifoniya bu cür indişar tapdı? Artıq o dövrdə praktiki və nəzəri əsasları, polifoniyanın praktiki nəzəri əsasları olan, əsas üslubları olan imitasiyadır, kanondur, mürəkkəb kontrapunkt artıq bu dövrdə
kamilləşmişdir, puxtələşmişdir. Bu dövrdə həmçinin intiba dövründə qeyd etdiyimiz kimi iri şəhərlər yarandığına görə istedadlı insanların əksəriyyəti bura toplanırdı və intiba dövründə kilsələrin tərkibində məktəb sığınacaqlar, metris adlanan məktəb sığınacaqlar mövcuddur və burada ümumi fənlərlə yanaşı musiqi fənləri də tədris olunurdu. Yəni burada həm musiqi nəzəriyyə dərsləri keçirilir, həm vokal dərsləri keçirilir, həm də arqanda ifa öyrədilirdi. Və beləliklə də metrizlərdə hər tərəfli inkişaf etmiş professional musiqiçilər yetişirdilər. Eyni zamanda intiba dövründə not yazısı sahəsində də böyük uğurlar əldə edilmiş, islahatlar aparılmışdı. Belə ki, səslərin həm yüksəkliyini, həm də uzunluğunu göstərməsini mümkün edən notlar sahəsində islahatlar aparılmışdır. Bütün bunların da nəticəsi olaraq intiba dövründə bir sıra polifonik məktəblər yaranmışdır. Bu məktəblər içərisində xüsusilə Dufay, Benşua, Ockeghem, Obrecht, Arlanda Lasse, Josquin Depre'nin təmsil etdiyi Niderland məktəbini, Palestrinanın rəhbərlik etdiyi Roma məktəbini, Andrei və Giovanni Gabrielilərin təmsil etdiyi Venetsiya məktəbini, Arnold von Bruck'un rəhbərlik etdiyi Alman məktəbini, Dan Stable'ın təmsil etdiyi İngilis məktəbini, Viktoriyanın təmsil etdiyi İspan məktəbini buna misal göstərmək olar. Bu məktəblər içərisində ən intişar tapanı, xüsusilə zirvədə dayan məktəblərdən biri Niderland məktəbi olmuşdur. Niderland məktəbinə Frank-Falamat məktəbi də deyilir. Çünki o dövrdə Niderlandın ərazisi Lüksemburg, Belçika və Hollandiyanın da ərazisini əhatə edirdi. Niderland bəstəkarlıq məktəbi unikal məktəb olmuş, analogu olmayan məktəb olmuş və onun nümayəndələri, onun fəaliyyəti ümumiyyətlə 200 ilə qədər bir dövrü əhatə edib və onun nümayəndələri son dərəcə istedadlı insanlar olaraq öz istedadlarını, öz texnikalarını, öz ənənələrini gələcək nəsillərə ərmağan vermişlər, töhfə vermişlər. Nəyə görə bəs Niderlandda ilk dəfə polifoniya məktəbi yaranır? Çünki Niderland o dövrdə Avropanın şimal ticarət körpüsünü təşkil edir və mədəni mərkəzlərdən biri olmuşdur. Və istedadlı musiqiçilər məhz bura axışır və ilk dəfə olaraq məhz Niderlandda metrislər yaranmışdır. Niderlandın ümumiyyətlə həyatında musiqinin rolu son dərəcə böyük idi. Yəni bütün küçələrdə, bütün evlərdə musiqi sədaları gəlirdi və onlar nəinki tək səsli mahnılar, eyni zamanda çox səsli mahnılar da ifa edirdilər və buna görə də məhz ilk polifonik, yəni çox səsli məktəb də məhz Niderlandda meydana çıxmışdı. Niderland polifoniya məktəbi özündən əvvəlki çox səsli musiqi mədəniyyətinin inkişafına yekun vurmuş və onun gələcəyi üçün böyük bir perspektivlər açmışdır. Niderland bəstəkarlar böyük istedada malik olan sənətkarlar idi. Onlar nəinki bəstəkar, eyni zamanda filosof, astroloq olmuşlar. Onların yaradıcılığında fəlsəfi simvollara, həndəsi, riyazi hesablamalara belə rast gəlmək mümkündür. Buna misal olaraq, məsələn, sirli kanonları göstərmək olar. Kanonlarda ilkin və sonra onu təkrar edən musiqi nümunəsi var. İlkin musiqi proposta, onu təkrar edən isə risposta adlanır. Proposta sirli kanonlarda yazılır, amma rispostanın intervalı, onun tapılması məhz səhnədə müğənnilərin öz ixtiyarına buraxılırdı və bu da sirli bir aləm yaradırdı. Niderland bəstəkarların yaradıcılığında istifadə olunan polifonik texnika kanon texnikası olmuşdur və kanon texnikası demək olar ki, bəstəkarların yaradıcılığında müxtəlif cəhətdən özünü göstərmişdir. Onların yaradıcılığında sadə kanonlarla yanaşı sonsuz kanon, artırılmış kanon, əks edilmiş kanon, əks hərəkətli kanon növlərinə rast gəlmək olar. Deməli, Niderland bəstəkarların yaradıcılığında səslər eyni zamanda kəmiyyət cəhətdən də son dərəcə artır. Yəni, əvvəl, məsələn, orta əsrlərdə 4, 5, 6 səsli əsərlər mövcud idisə, artıq intiba dövrünün bəstəkarlarının yaradıcılığında, Niderland bəstəkarlarının yaradıcılığında səslərin sayı 30-a qədər böyük inkişaf edir və səslər arasında da təzadlıq böyüyür. İntiba dövrü, deməli, Niderland bəstəkarları əsasən öz yaradıcılığında ciddi üslub polifoniyasına əsaslanaraq vokal əsərlər yazmışlar. Lakin buna baxmayaraq, onların iri həcmli əsərlərində möhtəşəm səslənmə məqsədi ilə alətlərin ifasından da istifadə edilmişdir.
Niderland bəstəkarlarının fəaliyyəti əsasən kilsə ilə sıx bağlı olmuşdu və ona görə də onların yaradıcılığında dini musiqi nümunələri əhəmiyyətli yer tutmuşdur ki, bunlara Messadır, Matetdir, sonra Requiem, himnlər, magnifikatlar, Qriqoryan xorallarına misal göstərmək olar. Lakin sözsüz ki, onlar öz yaradıcılığında kilsə çərçivəsindən kənara da çıxmış və onlar həmçinin dünyəvi janrlarda da əsərlər yazmışdılar. Buna deməli müxtəlif mahnıları, İtalyan, fransız və ingilis dilində, latın dilində yazılmış mahnıları misal göstərmək olar ki, bunlar şansonlardır, balladalardır, rondalardır və s. əsərləri qeyd etmək olar. Niderland bəstəkarların yaradıcılığında eyni zamanda akapella, yəni müşayiətsiz xorla ifa olunan messa janrı yaranmış, eyni zamanda onlar öz yaradıcılığında messa parodiya və messa parafraz janrlarına müraciət etmişdilər. Niderland bəstəkarlarının fəaliyyətini musiqişünaslar 3 mərhələyə ayırır. Onların birinci mərhələsinə başqa sözlə Burqund mərhələsi deyilir. Nəyə görə? Çünki bu bəstəkarlar Burqund hersoqunun sarayında da fəaliyyət göstərmişdilər. Birinci mərhələ Guillaume de Dufay və Jules Benchoanın adı ilə bağlıdır. Dufay Niderland bəstəkarlıq məktəbinin şərəfli tarixinin təməlini qoymaqla yanaşı, eyni zamanda bir sıra polifonik janrların uzun müddətli inkişafının da əsasını qoymuşdu. O son dərəcə böyük istedada malik olan bəstəkarlardan biridir. Onun həyatı haqqında ümumiyyətlə məlumatına bax, anadan olması haqqında məlumat yoxdur. Lakin uşaq yaşlarından onun gözəl səsi olduğuna görə Cambridge kilsəsi ifa olunması haqqında məlumat verilir. Gənc yaşlarında o Avropanın bir çox kilsələrində kapelmeyster, yəni kilsə rəhbəri, xor rəhbəri kimi fəaliyyət göstərmişdi. Buna Romada, Bolonyada, sonra Florensiyanı misal göstərmək olar və həmin dövrdə də bəstəkarın kamil əsərləri meydana çıxmışdır. Xüsusilə bu əsərlər içərisində Florensiya kilsəsinin açılışı münasibəti ilə onun yazdığı 4 səsli bayram mateti buna parlaq misal ola bilər. Dufay gözəl səsi olduğuna görə eyni zamanda öz əsərlərində müğənni kimi çıxışlar etmişdir və ömrünün son dövrlərini o Cambridge kilsəsində keçirmiş və orada da vəfat etmişdir. Dufayın yaradıcılığı son dərəcə zəngindir, genişdir və o həm dini, həm də dünyəvi janrlarda əsərlərini yazmışdır. Xüsusilə Niderland bəstəkarlarının müraciət etdiyi janrlar, yəni messa, matet və mahnı janrı onun yaradıcılığında da öz ifadəsini tapmışdır. Bəstəkarın əsərlərində vokal partiya üstünlük təşkil etmiş, lakin güman olunur ki, o alətlərdən də öz əsərlərində istifadə etmişdir. Onun yaradıcılığında variasiyalı inkişaf prinsipi, akord fakturası, eyni zamanda tonika subdominanta, lad münasibəti, lad birləşməsi özünü göstərmişdir. Bəstəkarın ən böyük nailiyyətlərindən biri messa janrında 3 səsli messa janrına 4-cü bas səsinin əlavə edilməsi olmuşdur. Bas səsi onun messalarında fundament və əsas rolunu oynamışdır. Bəstəkar deməli xeyli messalar yazmışdır. Onlar polifonik texnikasının zənginliyi ilə diqqəti cəlb etmişdir. Onun messaları ilə yanaşı, eyni zamanda qeyd etdiyimiz kimi, deməli, matet janrında öz yaradıcılığında istinad etmişdir. O 30-a qədər matetin müəllifi olmuşdur. Bu matetlər müxtəlif şəkillərdə özünü büruzə vermişdir. Yəni, onun matetləri içərisində həm 2-3 mövzunu özündə əks etən iri kompozisiyalarla yanaşı, həm də bir mövzulu kiçik kamera əsərləri də mövcud olmuş. Onun əsərləri, matetləri içərisində həm təntənəli, qəhrəmanı xarakterli matetlərlə yanaşı, həm də bayram sayağı, mahnıvarı matetlər də öz ifadəsini tapmışdır. Bəstəkarın matetləri əsasən 4 səsli olmuş, lakin onların içərisində 5-6 səsli matetlərə də rast gəlmişdir və bunların əksəriyyəti latın dilində yazılmışdır. Bundan başqa Dufay öz yaradıcılığında 80-ə qədər mahnının da müəllifi olmuşdur. Bura ronda, ballada, viril kimi janrlar daxildir. Bu mahnılarda obraz dairəsi cəhətdən zəngin olmuş, əsasən 3 səsli mahnılar olmuş və xalq intonasiyalı, mahnı intonasiyaları ilə zəngin olmuşdur.
Niderland bəstəkarlarının birinci mərhələsinə daxil olan digər bəstəkar isə Julia Benshaw adlanır. Julia Benshaw Monsda anadan olmuşdur. O, uşaq vaxtları Metrisdə təhsil almışdır. Lakin ilk öncə hərbiçi kimi fəaliyyət göstərsə də ömrünün sonlarına yaxın musiqiyə böyük diqqət göstərmiş və eyni zamanda kilsə kapelmeisteri kimi fəaliyyət göstərmişdir. Benshaw'ın yaradıcılığı 50 şanson, 30 motet, bir neçə mesa və madrigallardan, magnifikatdan ibarətdir və göründüyü kimi bəstəkarın yaradıcılığında şanson janrı öndə duran janrlardan biridir. 50-yə qədər şanson yazıbdır və bu şansonlar kamera əsərləridir. Yəni 20 xana təxminən 20 xananı əhatə edirdir. Onların formasında iki hissəli forma, həmçinin rondo forması özünü biruzə verir. Bəstəkarın şansonları əsasən məhəbbət lirikasına əsaslanmışdır və burada həm qəmli, həm kədərli, həm işıqlı, həm də zərif məhəbbət lirikasına rast gəlmək mümkündür. Onun şansonlarda etdiyi yenilik əsasən bəstəkarın pentatonikadan istifadə etməsi, kromatizmlərə daxil etməsi, ritmik dəyişənliyini ora daxil etməsindən ibarət olmuşdur. Dufay və Benshaw'ın ardınca ikinci polifonik Niderland bəstəkarlarının məktəbi ikinci mərhələsi özünü göstərməyə başladı və bura daxil olan bəstəkarlardan biri Johannes Ockeghem və digəri isə Jakob Obrecht olmuşdur. Johannes Ockeghem ümumiyyətlə musiqi mədəniyyəti tarixinə nəinki bir bəstəkar, eyni zamanda filosof, astroloq kimi daxil olmuşdur. O son dərəcə geniş istedada malik olan bir bəstəkar idi. 40 ilə qədər bir dövrdə o bəstəkarlıq fəaliyyəti ilə məşğul olmuş və bütün Avropada tanınmışdır. Və bəstəkarın əsərləri xüsusilə polifonik texnikanın mürəkkəbliyi ilə, zənginliyi ilə diqqəti cəlb etmişdir. Ona görə də müasirləri onu kontrapunktun atası adlandırmışdır. O da digər Niderland bəstəkarları kimi messa, motet və madrigal janrlarına müraciət etmiş. 10 messa, 30 motet və 22 mahnı janrının yaradıcısı kimi çıxış etmişdir. Ockeghem Dufay'ın tələbəsi olmuşdu və onun ənənələrini davam etdirməklə yanaşı, eyni zamanda onları daha da təkmilləşdirmişdir. Məsələn, Dufay'da olduğu kimi o da imitasiyalardan geniş surətdə istifadə etmişdir. Əgər Dufay'da imitasiyalar unison və oktaviya verilirdisə, artıq Ockeghemin yaradıcılığında kvarta və kvinta imitasiyalarına da rast gəlinir. Onun əsərlərinə 2, 3, 4, hətta 5 səsli imitasiyalar özünü göstərir. Bundan başqa bəstəkar imitasiyanın ən müxtəlif növlərindən öz əsərlərində istifadə edir ki, buna artırılmış, əks edilmiş, xərçəng girişli, əks hərəkətli imitasiyalar misal ola bilər. Deməli, Ockeghem eyni zamanda musiqi mədəniyyəti tarixinə novator bəstəkar kimi daxil olmuşdur. Onun bir çox yeniliklərlə özünü göstərən əsərləri vardır ki, buna misal olaraq onun İstənilən ton adlı messasını misal göstərmək olar. Yəni, bəstəkar burada eyni əsəri, eyni messanı müxtəlif lavlardan ifa olunmasının mümkünlüyünü irəli sürmüşdür. Bəstəkarın digər maraqlı əsəri və unikal əsərlərdən biri onun 36 səsli kanunu olmuşdur. Bu əsərdə 4 ədəd 9 səsli kanundan istifadə olunubdur və bu son dərəcə möhtəşəm əsərdir və eyni zamanda musiqi mədəniyyəti sahəsində yeganə əsərlərdən biridir. Bəstəkarın digər unikal əsərlərindən biri də onun Mərsiyələr adlı messası olmuşdur. Bu kanunlu messadır və bəstəkarın bu əsərdə kanunları elə bir ardıcılıqla yerləşdirmişdir ki, kanunlar tədricən interval cəhətdən artmaq başlayır. Yəni, birinci kanunun hərəkəti prima, ikinci sekunda, tersiya və oktavaya qədər davam edir. Beləliklə də Ockeghem musiqi mədəniyyəti tarixində böyük şəxsiyyət kimi özünü göstərmişdir. Onun musiqi tarixində davamçısı isə Jakob Obrecht olmuşdur. Obrecht öz sələflərindən əgər böyük polifonik texnika və xüsusilə imitasiyalı kanonik formalar əks almışdırsa, onun yaradıcılığında daha çox əsərlərin lat-tonallıq və ritm cəhətdən formalaşmasına böyük diqqət yetirilmişdir. Bəstəkar öz yaradıcılığında xüsusilə ciddi subpolifoniyasının qayda-qanunlarına riayət etmiş, onun əsərlərində ən çox məsələn imitasiyalardan, kanonlardan, strettolardan, asinatadan, eyni zamanda təkrarlıqdan və sekvensiyalardan geniş surətdə istifadə olunmuşdur.
Niderland bəstəkarlarının həyatının, yaradıcılıqlarının üçüncü mərhələsini isə iki böyük şəxsiyyətin adı ilə qeyd etmək olar. Onlardan biri Josquin de Prez, digəri isə Arlanda Lassadır. Josquin de Prez Niderland bəstəkarlarının yaradıcılığında klassik nümunələrin bizim dövrümüzə qədər gəlib çatmış görkəmli nümayəndəsi olmuşdur. Onun yaradıcılığının ən böyük əhəmiyyətli cəhəti ondan ibarətdir ki, o əsərlərində humanizmə, yəni insanın daxili hiss və həyəcanlarını olduğu kimi əks etdirməyə çalışmışdır. O dövrün görkəmli nəzəriyyəsi Qlariyanın belə bir fikri var idi ki, heç kəs musiqidə Josquin de Prez kimi insan hisslərinin dərinliyinə qədər verməyə qadir deyildir. Bəstəkarın əsərləri xeylidir, yəni onun əsərləri bizim dövrümüzə qədər gəlib çatmış əsərlərdir. Nəyə görə? Çünki qeyd etdiyimiz kimi intiba dövrünə not həşri meydana çıxmış və Josquin de Prezin əsərləri də bizim dövrümüzə qədər olduğu kimi gəlib çıxıbdır ki, buna 30 Mesanı, 90-a qədər dini və dünyəvi mövzuda yazılmış motetti, onun eyni zamanda mahnılarını və instrumental pyeslərini də qeyd etmək olar. Ümumiyyətlə, Josquin de Prezin yaradıcılığında, onun həyatında ən əhəmiyyətli mərhələ onun fransız karolu 12-ci Ludovikin sarayında keçirdiyi dövrlər olmuş və karol ona yüksək qiymət verərək onu kapella maestrosu kimi dəyərləndirmişdir. Bəstəkarın yaradıcılığında mesa, motet və mahnı janrı əhəmiyyətli yer tutmuşdur və o ümumiyyətlə əsərlərində həm dini və dünyəvi mövzulardan istifadə etmiş, onları sintezləşdirmiş, eyni zamanda onun əsərlərində mahnıvarililiklə deklamasiялıq öz ifadəsini tapmışdır. Niderland məktəbinin zirvəsində Arlanda Lassa'nın yaradıcılığı tutur və Arlanda Lassa klassik, ümumiyyətlə Niderland bəstəkarının klassik kimi tarixə daxil olmuşdur. Uşaq yaşlarından onun gözəl səsi olduğuna görə kiçik möcüzə adlandırılmış, hətta onun yaradıcılığına heyran qalanlar onu ilahi Arlanda deyə çağırmışlar. Arlanda Lassa'nın yaradıcılığı, xəlqiliyi ilə, reallığı ilə, humanizmi ilə diqqəti cəlb edir və bəstəkar həm dini, həm də dünyəvi əsərlər yazsa da, onun dini əsərlərində də real cizgilər öz ifadəsini tapmışdır. Bəstəkarın da yaradıcılığı son dərəcə genişdir. O 60 mesa, 700-dən artıq motet, 60-dan artıq mahnı, 200-dən artıq madrigalların müəllifi olmuşdur. Bəstəkar eyni zamanda musiqi mədəniyyəti tarixində passion janrının yaradıcısı olmuşdur və o 4 İncilə Matvey, Yohan, Maks və Luks adlı deməli İncilin mətnlərinə passionlar yazmışdır. Lakin onun dövründə passion janrı hələ melodik, dramatik cəhətdən formalaşmamışdır. Buna baxmayaraq, bu janrlar bəstəkarın yaradıcılığında ilk nümunə kimi tarixə daxil olmuşdur. Bəstəkarın yaradıcılığında ən əhəmiyyətli əsərlərindən biri onun əks-səda əsəri olmuşdur. Əks-səda əsəri iki xor üçün yazılmış əsər idi və bu əsər deməli, əsərdə birinci xorun ifa etdiyi sonuncu frazalar ikinci xorda asla şəkildə təkrar olunur və bəstəkar burada xüsusilə forte və piano nüanslarından istifadə edərək bu əks-səda effektini yarada bilmişdir. Beləliklə, bütün bu deyilənlərə yekun vuraraq qeyd etmək lazımdır ki, ümumiyyətlə, Niderland bəstəkarları qeyd etdiyimiz Niderland Polifoniya məktəbi, qeyd etdiyimiz kimi, ümumiyyətlə, polifoniyanın inkişafı tarixində ən yüksək mərhələ təşkil etmiş, onların yaradıcılığı polifoniyanı zirvələrə qaldırmış, onun klassik nümunələrini yaratmış və onların yaradıcılığı eyni zamanda gələcəkdə Avropa ölkələrinin bir çoxunda polifonik məktəblərin yaranması üçün bir nümunə, bir etalon olmuşdur. Bununla da mövzumuzu sona yetiririk. Diqqətinizə görə təşəkkürlər.